Çok güzel oldu. Nəsə belə bezdim. Qalıram belə heç bir şey eləməmiş halda. Bunun balaca versiyası. İstedadım var. Heç enerjim yoxdur. Yemək vermiş, deməmək. Beyin hüceyrələrim işləsin. Fərqli bir dizaynı var. Çox boş vərəqləri var. Var balaca. Temu kargomun bir hissəsini götürə bildim. Nəysə, duyğulanmayacağam. Hər şey dərindən anlatmağım. Yəni tam daş dövrünə qədər gedirəm ki, hər 5-ə qədər mən bunu ördüm. Ac da olsam, susuz da olsam, oradan qalxmıram. Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün avqustun 1-idir. Tətilə getməyimizə 3 gün qaldı. Yəni ayın 4-ü səhər çox tez saatlarda çıxacaq ki, sərhəddi tez keçə bilək ki, çox insan olmasın. Bugün və sabah hazırlanmaq üçün vaxtım var. Çünki ondan sonraki günü 3-ü dostumla görüşəcəyik. Yəqin ki, biraz uzaq bir məsafədə səhər yeməyinə gedəcək. O günü çünki ola bilər ki, axşam gəlim falan və axşam gəlib tezdə yatacaq ki, yəni dincələ bilək. Ona görə 2 günüm var. Bu günü də yenə bir şeylər örüb, bir şeylər dikmək üçün ayırmaq istəyirəm. Amma sabahı günü həm çamadan hazırlığı eləyəcəm, həm də ki, evi biraz yenə toparlayacağım. Çox şükür ev təmizdir. Zaten dərinləməsini təmizləmişdim, amma yenə də təbii ki, yaşanan ev dağılır və yenə bir üstdən keçəcəm, toz almaq, evi süpürüb silmək və ortalığı toparlamaq, amma o son gün olacaq. Yəni ayın 3-ü axşamüstü olacaq. Sabah dediyim kimi çamadanları yığışdırmaq falan hamısını seçməliyəm. Nə aparım, nə aparmayım. Bu da mənim beynimi ekstra yoran bir şeydir. Nəysə, bu gün də yenə bir şeylər ürətmək günüm olaraq ayırdım özümə və bu gün oğlum evdədir. Yəni artıq bağçamız bitdi. Oğlum da indi boyama eləyir. Qələmləri ilə biraz boyamasını eləyir. Mən də öz otağımdayam və baxın, bu kağız ipdən çanta örmək istədim. Nəsə belə bir yenə yay vibe'ında bir çanta örmək istədim. Amma ilk motifi öyrəndən sonra nəsə belə bezdim. Mənim bu problemim olmaya, hər şeydən tez bezmək. Bu 12 motifdən ibarət olan bir çanta idi. Ancaq belə kağız iplə yox. Normal pambıq iplə və 2 nömrəli kurçokla. Baxın indi 3 nömrə ilə örürəm bunu və kağız ip ekstra qalın olduğu üçün bu belə alındı. Həm böyük alındı, həm də ki eşikləri ekstra böyük alındı. Ona görə o modeli etməkdən vazgeçdim. Çünki 12 motifdən ibarət idi. Ancaq dediyim kimi pambıq ipdən olur. Ona görə də mən baxın bu boyda 12 motif eləsəm dəhşət dərəcədə böyük bir şey alınır. Və indi bilmirəm, beynimdən özümcə bir şeylər tasarlayacağam. İndi 3 dənə motif öyrəndən sonra bəlkə də 3 motifdən ibarət bir çanta eləyərəm deyə düşündüm. Baxacağam, yəni hələ ki fikirləşirəm. 3-cü motifi də öyrəndim. İndi ikinciyi örürəm belə. Üçüncüyü də öyrəndən sonra necə bir şey eləmək istədiyimə qərar verərəm. İçini astarlı eləyəcəm. Can. Çizemiyorum. Niye balımı çizildi zaten rahat. Çizemiyorum. Superman'leri çizerim ama ben çizemiyorum. Maşınları çiz onda. Maşınlar olanı al. Maşınlar. Hı. Ama maşınlar olan yok mu? Var canım. Sürmeyi aç oradadır. Ama onu nasıl boyalayacağım? Yok. Üstü vardı siperi olan var ya boyama kitabın. Hayır. O arabalardı. Bugün de biraz özüme hobi günü eləyim. Ondan sonra sabah artıq başlayaram deyə düşündüm. Görək nə dərəcə başarılı olacağım. Əslində bandana da örmək istəyirəm. Örgü bandanam heç olmasa bir dənə də olsun istəyirəm. Nəysə, dediyim kimi bugün bununla biraz məşğul olmaq istəyirəm və bu prosesi də sizinlə paylaşmaq istədim. İstəyirəm varlı ol, istəyirəm Nardaranda, villa mülkədar ol, istəyirəm Qarvet, Cambridge, Oxford kimi yerdə ol, istəyirəm yaşa çatıb alim olum. Çamadan hazırlığı və ona görə ola bilsin ki bu 2 gündən və ya 3 gündən ibarət olacaq. Kimlerden çizsem? Video çəkərəm canım. Ama ben bunu çizmek Bu istiyorum. çizmək üçün deyil, bu etkinlik kitabıdır. Ama etkinlik çizmek istiyorum. Baxım aç içini. Bilmirəm, üçünü də ayrı-ayrı gün kimi çəkeyim. Üçünü dedim, daha doğrusu ikisini. Yəni bugünü ayrı vlog eləyib, çamadan hazırlığında ayrı bir proses kimi eləyim. Ya da vlog kimi eləyib, sadəcə çamadanda yanımda nələr götürürəm, onu da ayrı bir video kimi eləyə bilərəm. Bu arada dostum mənə Şirin, yəni vloglarımda da ara sıra görürsünüz. Şirin mənə fındıq südünün dadlı olduğunu dedi. Mən fındıq südünü çox mənə elə cazib gəlmirdi. Həmişə kokos südü falan yenə də, hə. Amma nəysə, onu aldım bugün onunla qəşəng bir kofe elədim, soyuq kofe və çox gözəl oldu. Yumuşatdı yəni dadını. Bəyəndim onu elədim, az əvvəl onu içdim. Bilmirəm, bugün əslində nəsə eləmək istəyib, bir yandan da eləmək istəmədiyim bir gündəyəm. Yəni bəzi günlər bir şeylər eləmək istəyirəm. Ya rəsm, ya boyama, ya örgü, ya dikiş. Ya nəsə bir şey eləmək istəyirəm. Şeylər ortaya çıxartmaq adına hobilərimdən birini etmək istəyirəm. Amma nə eləyəcəyimi də bilmədiyim üçün qalıram bir də heç bir şey eləməmiş halda. Nəysə bugün o günümdəyəm, amma nə eləyəcəyimi bilmirəm. Bir şeylər eləmək xətrinə sanki eləyirəm, amma dediyim kimi tətilə getmədən özüm üçün yenə tətildə yanına aparmaq istədiyim bir şeylər var. Onları etmək istəyirəm. Saçım başım da çox dağınıqdır bugün. Ani bir qərarla bu çantam üçün də bir Reels videosu hazırlamaq istədim. YouTube üçün də Shorts videosu. Ona görə biraz belə hazırlandım və 1-2 kadr çəkdim. İndi ikinci motifini bitirirəm.
2 sıra qalıb. Sonra da digər motifi də tez sürətli örəcəm. Ondan sonra isə astarını falan görək nə formada eləyəcəyimi düşünürəm. Əgər istəsəniz bunun hazırlanma qaydasını sizin üçün çəkə bilərəm, yəni ki, videolu halını. Çox qəşəng ideyalar ağlıma gəlir, çəkə biləcəyim. Uzun, yəni master class tərzində başa salacağım videolar. Amma niyə isə məni bir güc tutur həmişə. Eləmirəm, amma eləmək istəyirəm. İnşallah qəşəng video ideyalarıyla gələcəm. Yəni planlayıram, istəyirəm. Əlimdə çox şükür bunu eləməyə imkanlar da var. Video çəkmək üçün də imkanlarım var. Bir sürü materialım var, istedadım var. Amma nəsə məni bir güc tutur. Eləyəcəm amma inşallah. Deməli, motiflərimin üçü də hazırdır. Təxmini bu stil bir çanta eləyəcəm, amma bunun balaca versiyası olacaq. Və içinə dikmək üçün də bu renk, krem renk bir astar eləyəcəm, yəni ki, içinə. İndi əvvəlcə ütüyü gətirdim, ütü masamı qoydum. Bu motifləri əvvəlcə buxarla qəşəng ütüləyəcəm ki, düzəlsinlər. Və bunun içinə dikmək üçün astarımızı da ölçəcəm, kəsib dikəcəm, çıt-çıtla eləyəcəm. Baxın, belə düppələmiş olacaq. İndi baxın, bu şəkildə motifləri örərək birləşdirəcəm. Və sonra da içinə astar eləyəcəm. Bağcıq hissəsini örərək də eləyə bilərəm. Və ya digər çantaya elədiyim o çıxarılan bağcığı da taxa bilərəm. Baxın, bu şəkildə dikdim. Dikdim dediyim də, yəni örərək birləşdirdim motifləri. Çox gözəl oldu. İndi bunu parçayı açacağım bu astarı tikmək üçün. Bunun üstündə ölçəcəm. Və sonra çıt-çıtlar artıracağım. Neysə, göstərərək deyərəm. İndi ağlıma bir ideya gəldi. İstəyirdim ki, bunu belə 4 bucaqlı formasında kəsim. Kənarlarını dikim. Bu ayaq hissələrinə biraz pofuduqluq verim. Sonra bu hissəsini bunun formasında kəsim. Amma vazgeçdim. Bu motiflərin eyni boyunda 3 dənə kəsəcəm bundan. Elə motivi necə elədimsə də onu da eyni qaydada birləşdirəcəm və daha asan olacaq məncə. Belə konvert şəklində dikdim. Buralarını da dikəcəm. Bura çıt-çıt taxıb. Sonra bunu çantaya dikəcəm. Astarını bu şəkildə əlimlə dikdim. Belə oldu. Burada da çıt-çıtı var. Belə ağzı bağlanacaq en azından. Belə oldu. Bura yəqin ki bir telefon, bir dənə pomada, krem falan belə bir şey yerləşər deyə düşünürəm. İndi istəyirəm bağcığını özüm örərək bir şeylər eləyim. Örmə bir bağcıq eləyim. Amma taxılan bir şey olsun. Baxın, belə aparatlar var. Bunun bu hissələrindən bağcıqları örüb bir-birinə bağlayacağım istədiyim uzunluqda və bu hissəsindən də çantaya taxacağım. Belə. İndi baxacağım görüm sadəcə bu hissə varmı? Bu hissə varsa çantaya o hissəni keçirdəcəm. Sonra bunu da o dəmirə keçirəcəm. Yoxsa da bunu elə çantanın özünə keçirmək olar. Bu şəkildə və çantanın sapını da istədiyim uzunluqda belə örəcəm. Bunun rəngi məncə biraz buna uyğun oldu. Çantanın sapını da baxın bu texnika ilə örürəm. Buna tunus örgü texnikası deyilir. Bu örgünü ümumiyyətlə çox sevirəm. Hər yerdə istifadə etməyə çalışıram. Həm çox asan, pratik örülür, həm də ki, nəticədə çox gözəl görüntü ortaya çıxır. İndi bunu istədiyim uzunluqda örəcəm və çantaya taxacağım. Çantam kiçik olduğu üçün, yəqin ki, onu mən çiyin ölçüsündə eləyəcəm, çiyindən asmaq üçün. Yandan asmağa alınmayacaq yəqin ki. İndi baxaq görək nə alınacaq. Son nəticəni sizə göstərməyi unutduğum üçün gələcəkdən bir videonu buraya qoyuram ki, son nəticəni görəsiniz. Çox gözəl oldu. Sabahınız xeyir olsun. Bugün yerimdən biraz gec qalxdım. Saat 11-in yarısı idi. Heç enerjim yoxdur. Bir şeylər yeyib ondan sonra kofeyə içəcəm ki, enerjim qalxsın. Səhər rutini baxımı elədim. İndi isə çay qoydum, çay qaynasın. Bir şeylər yeyəcək. Ondan sonra isə mənim bugün çox işim var. Sağ ol balım. Çok şükür. Əvvəlcə bugün evi biraz yığışdıracağım. Ondan sonra rahat-rahat nə götürəcəm, nə aparacağım paltarlardan kombin olaraq onları seçməliyəm. Ondan sonra isə ən son vaxtım qalacaq ya qalmayacaq bilmirəm. Bir neçə dənə yenə bandana falan dikmək istəyirəm. Məlum dünən dikə bilmədim. Bu arada çantanın son halını dünən göstərdim bilmirəm, amma bugün göstərərəm. Hələ biraz ev geyimində falanam. Birazdan üstümü dəyişim. Göz altlarımda yox, əvvələ baxanda düzəlib həqiqətən. Bir dənə serum var, onu istifadə edirəm. Onun faydası dəyər deyə düşünürəm, bilmirəm. Amma əvvələ baxan əvvəl dəhşət dərəcədə çox qara olurdu gözlərimin altı. Təbii ki, yuxusuzluqdan da olur. Son zamanlar yəni heç gecələri oyaq qalmıram. Taşka. Teşekkür ederim. Şimdi açılıb, bir bax, bir ne var şaxta. Çok güzeldi. Teşekkür ederim. Onu da çəkirsən. Benim cücem. Cücəm mi?
Belə, yəni bugünkü planlarım budur. İndi bilmirəm oğlumla nə dərəcə başarılı olacağam. Əvvəlcə dediyim kimi yeməyimizi yeyək, ondan sonra bir kofe içim. Ondan sonra tez evi yığışdırmağa başlayacağam. Və toparlama işləri. Ay, heç sevmirəm bunu ya. Yəni çamadan yığışdırmaqda biraz əvvələ baxanda daha yaxşıyam. Yəni ki, planlı bir şəkildə yığa bilirəm nə lazım olduğunu. Necə kombinləri düşünməliyəm. Elə düşünürəm ki, çox paltar götürəcəm. Yəni 10-12 günlük gedirik. Çox da uzatmadan, videoda uzun olsun istəmirəm. Hələ dünən də çəkmişəm, bilmirəm nə qədər çəkdiyim, amma az olduğunu hiss etdim. Ona görə bu 2 günlük birləşdirirəm. Əgər sabah da səhər yeməyini getsək dostlarımla, onu da çəkərəm bəlkə. Bir də Temu sifarişlərim gəlməyib, təəssüf ki. Gün və sabah son gündür. İnşallah ki gələr, bilmirəm. Yəni bir səsi gələcək, amma o birisi hissəsi bilmirəm, daha elə bir mesaj gəlməyib ki, kurye onu alıb. Can. Benim otağımda küpüm. Bakın. Bəlkə də bir aydır əlimə almadığım bu planlama dəftərimi aldım. Bugün məni ancaq bu qurtarar deyə düşünürəm. Əvvəlcədən yaxşı planlamalıyam ki, hər şey qaydasında olsun. Kəsmək lazım deyil, o yoxsa sökülər. Belə, yəni ki, yəni məni kimi planlı, proqramlı yaşayan bir insan plandan çıxıb da həqiqətən planından hərəkət etmirəm. Gəlişə gözəl yaşayıram, amma düzəldəcəm. Bu arada dünən bu arımın bir buynuzu qırıldı. Çox üzüldüm. Həqiqətən çox üzüldüm, amma saxladım. Super yapışdırıcı ilə yapışdırmağa yoxlayacağım. Görün. Çox üzüldüm, amma sən çox sevirdim. Çok severek hazırlamıştım sana. Emek vermiştim, emek. Çok güzeldi. Neyse, üzülmeyeceğim. Dünən çünkü buna üzülmüşəm. Bu arada saçım da belə bir, buradan görünmür. Belə atlas bir rezinə keçirtdim. Belə dolama texnikası var bir dənə. Onu keçirtdim ki, görək, yəni bunu açanda belə qıvrım-qıvrım olacaq mı? Dalğalı olur həmişə. Baxaq, nəsə çox bulanlıq görsənir. Aynam tozludur desəm deyil. Bunun arxasını silməliyəm bəlkə də. İndi səhər yeməyini yeyəcək. Ondan sonra yataqları toplayacağım. Ondan sonra oturup planlamalarımı eləyəcəm. Özüm üçün də bir dənə kofe düzəldəcəm. Bundan sonraki favoritim budur. Normalde fındığın yaxşı dadacağını düşünmürdüm, hiç almadım. Amma həqiqətən çox bəyəndim dadını. Soy kofe edəcəm yenə, ona görə bir stəkan diləyirəm və buzluqda olan hazır köpüklü kofemdən. Bu dəfə biraz az qoyacağım çünki kofenin burada sərtdir, yəni şəkər çox qoymadığım üçün kofe çox sərt gəlir əgər çox qoyacağamsa. Bu qədər qoydum, çox qoymayacağım dediyim kimi. Yaxşı qarışmaq üçün əvvəlcə birazcıq çay da soyup ama yeterli olacak yani bunu. Bundan həlleləyirəm tamamilə. 2 dənə buz. Süt. Tadı həqiqətən möhtəşəmdir. Biraz kofem çox yoğun olub. Yəni ki, özüm kofeyi hazırlayanda el eləmişdim. Şəkərini çox az qatmışdım. Ona görə çox sərtdir. Dediyim kimi, yəni az da qatıla bilər kofeyə. Amma mən sərt sevdiyim üçün onsuz da fındıq südü də bunu belə yumuşaldır dadını. Amma çox bəyəndim. İndi isə planlamamı eləyəcəm. Bilmirəm, həqiqətən çox beynim qarışıqdır və Temu sifarişlərinin də hələ gəlməməyinə çox stres oldum. Görək, inşallah ki gələr. Gəldim bura. İndi burada oturub hər şeyi planlamaq istəyirəm. Sakincə kofem için biraz beyin hüceyrələrim işləsin. Bu arada bu cəketi buradan çıxardacağım. Götürəcəm, yəni çox o hissəsi qopubdu oradan. Belə, indi bunları eləyim. Bunu videoya çəkməyəcəm çünki telefonda da bəzi şeylərə baxmalıyam. Sonra gün içində güncəlləmə eləyərəm. Həm də ki, bu videoda çox uzun olsun istəmirəm. Getmədən əvvəl görüləcək işlərimi də yazmalıyam hamısını. Burada balaca bir kisəm var. Bunu özüm tikmişdim elə belə. Deməli bunun içinə həm şərikli ölkə pullarını qoyuram. İşte getdiyimizdən burada hardasa 650 TL qalmışdı. Onu götürəcəm yanımda. İndi keçən getdiyimizdən burada təbii ki çox fərq var. O TL'nin dəyəri çox oldu. Burada 5 dollar var, 1 manat və hətta burada evrom da var. Bunların hamısını seçəcəm. Orada marketdə nəsə alanda lazım olar. Qurutma işləyir deyə, onun səsi çox gəlməsin deyə mikrofonu qoşdum.
Dostum gəldi, evin açarını ona verdim. Balıqlara falan necə yemək vermək lazımdır, nə qədər vermək lazımdır onu göstərdim. Bir dənə kofe içdik bərabər. Getdi. İndi mən də planlamalarıma davam eləyəcəm. Saat artıq 3 olur hardasa. Hələ də mən planlamalarımı bitirməmişəm. Çünki beynimdə çox dağınıqdır hər şey. Beynimdə dağınıq olmasa yaxşı olardı. Bugün eləməli olduğum işlərdən biri də bir sifarişimi göndərmişdim mən Batuma. Müştəri onun bir detayını dəyişdirmək istədi. Ondan sonra mənə geri göndərdi onu poçtdan. Onun o detayını bugün hazırlayıb sabah göndərməliyəm. Ona görə sabah kurye şirkətinə də çağırmalıyam. Yəni sabah gəlsin götürsün. Ona da yazmalıyam. İndi mən yavaşdan çamadanları yığacağam ki, bunlar ortadan qalxsın. Amma sabah axşam təbii ki yenə açacağam. Son olaraq hamısını kontrol edəcəm. Amma indi ən azından yığışdırmış olaram. Biraz işimi azaltmış olaram. İndi buradan bijuteriyaları da seçəcəm. Hansı bijuteriyaları götürüm. Bundan da aldıqlarım çox idi. Amma gələcək ya gəlməyəcək belli deyil. Ona görə bunu da heç taxmamışam. Hələ sırf dəniz üçün almışdım. Baxın belə bir şeydir. Qol üçün. Üzüyü sırğası falan da var. Hər sırğalarımı götürəcəm. Daha çox yay temalı. Yəni belə cıvıl-cıvıl, incili, dəniz. Bunları götürəcəm hamısını. Sadəcə mən bunları seçim indi. Nə götürəcəyimi bəlkə sonra göstərərəm üzdən. Bu sırğaları ta illər əvvəl bacım mənim üçün hazırlamışdı. Baxın örgüdür, amma belə ışıl-ışıldır. Və orada da mən üşəyə rəng bəzi şeylər geyinəcəyim üçün bunları götürməyə qərar verdim. Qəşəngdir. Fərqli bir dizaynı var. Bunun kimi klassik stildə olan aksesuarlarımı, baxın belə bir sırğa da var. Bunu da çox sevirəm, amma götürməyəcəm. İndi gəlirik buradakı xırda aksesuarlara. Buradakiləri da seçəcəm. Hansını aparmalıyam, hansını aparmamalıyam, onlara qərar verəcəm. Bu üzüklər də, yəni bunu yox da bunları təzə almışdım. İndi sizə göstərmək üçün hamısını belə taxdım. Bunları götürəcəm. Bunu da qəşəng ola bilər çiçəklə, təyimlə. Baxın, bu dördünü götürürəm. Buradan başqa heç bir şey götürməyəcəm. Bunları da belə kağızın üstünə taxdım. Sizin üçün də fikir olsun. Həm dağılmaz, həm də orada nə olduğunu rahat görə bilərsiniz. Bundan bir dənə də boş götürürəm. Bunun içinə də bunları qoyacağım. Bunlar yerləşmir oraya. Ona görə bunları normal şəffaf paketlərə qoyacağım. Və bunun içində də bəzi sırğalarım var. Məsələn, bunları götürmürəm. Bunları da götürməyəcəm. Bunları çıxardıram. Bu yaşıl olan qala bilər. Baxın, bu çox qəşəngdir. Hətta tulumumla da yaraşar. Bunları götürürəm. Bunları da bu hissəyə qoyuram. Çamadanı bağladım. Oğlumun da bəzi şeylərini götürdüm şkafdan, kənara qoydum. Hələ onu yığmamışam çantaya və yoldaşımınkiləri da onu son anda qərar verəcək. Çünki sabaha da yenə bəzi yuyulmalı olan paltarlar var, qurutmalıya atacağım. Çox yorucudur. Artıq sabah qərar verəcəm. Özüm üçün də bir dənə kitab götürdüm. Dənizdə falan oxumağa. Yəni Rizedə bizim oxumaq üçün heç bir vaxtımız olmayacaq. Çünki sadəcə gəzəcəyik. Amma dənizdə, Ürəkdə çox vaxtım olacağını düşünürəm. Dənizdə vaxt keçirmək üçün bir dənə kitab götürdüm. Bəlkə də oxuya bilməyəcəm, amma yenə də götürdüm. İndi isə rəsm ləvazimatlarımı çıxartdım. Onların da içindən yenə belə yüngülvari karandaş və bir dənə də bloknot götürmək istəyirəm ki, orada bir şeylər qaralayaram deyə düşündüm. Örgü ilə bağlı heç bir şey götürməyəcəm. Onsuz da keçən il götürmüşdüm bir dənə bandana örmək üçün. Onu da axıra qədər ölə bilmədim. Hətta onun hissələri hardadır tapa bilmədim. Yəni bu il davam edib heç olmasa o bandananı bitirmək istəyirdim. Amma təəssüf ki tapa bilmədim. Nəysə rəsm ləvazimatlarını götürüm. Çoxdan da rəsm eləmirəm. Biraz məni rahatlatar deyə düşünürəm. Burada belə bloknotlar var. Bu yazmaq üçündür. Rəsm üçün belə bir şey var. Bunda heç istifadə eləməmişəm hələ. Və belə bir şey var. Həmişə gördükcə xoşum gəlir, alıram. Bu da yenə sketchbookdur. Amma bunun üzü çox gözəldir, çox xoşum gəlir. Bir şey var. Bunu başdan bir neçə dənə belə bir şeylər çəkmişəm. Bunu da götürmürəm təbii ki. İstəyirəm ki bu sketchbookumu götürüm. Baxın, hələ də çox boş vərəqləri var. Yəni bunu davam etdirim deyə düşünürəm. Yəqin ki bunu götürəcəm. Bir də belə bir şey var. Bu da qalındır amma. Yəni az bir şey olsun istəyirəm. Mənə çox yük olmasın. Ona görə bunu götürəcəm və belə bir şeyim var. Bunu götürəcəm. Hər ölçüdən karandaşlar var. Yəni HB-dən tutmuş B, H, HB belə 8B-yə qədər karandaşlar var. Bu silgidir. Belə bir qələm açıcı var. Bunun bir tərəfi də hətta silgi olmalıdır. Durursa, durur. Bilmirəm də quruyub mu. Bu silgilər də təəssüf ki bir müddət sonra quruyur. Heç bir şey yaramır. Və bu tərəfi də baxın belə qələm açıcıdır. İndi baxın burada var mənim ləvazimatlarım. Bir də burada var. Bu da əslində boya üçündür. Yəni ki nə deyirsiniz ona? Parça üstündə olur. Hə, kətan. Kətan üstünədir. Skoç var. Baxın boyalarım, canım boyalarım. Bunları da istifadə eləmək istəyirəm. Bunlar qəşəng boyalardır. Akrilik boyalardır bunlar. Hamısı.
Böyle bir şeyler var sulu boya için. Aslında sulu boya da qəşəng ola bilərdi. Bunlar hiç istifadə eləməmişəm. Hər gördükçe almışam. Bakın böyle bir şey var. Bunu yanımda götürürüm. Burada da yine her nömrədən var. Mən həqiqətən o kadar çok şey etmək istəyirəm ki bir anda. Eve geldik. Size bitkilerimi göstermek istəyirəm. Baxın, bu gülün deyəsən xasiyyətini başa düşdüm. Çox su sevmir, amma güneşi sevir. Mən bunu anladım. Bu gül ama anladığım qədərilə güneşi sevməyən bir güldür. Ona görə həmişə bu üç yarpaqlar sararır, altdan təzələri çıxır, yenə də sararır. Yəni bir türlü mən bunu anlaya bilmədim. Ona görə mən faydana qədər əgər bu dözsə, yəni ölməsə, bunu artıq içəri görəcəm. Ondan sonra xiyarlarımı göstərim sizə. Baxın, bağlanası da hətta yenə şey olur. Yeniden bağlayaram inşallah bu akşam. Bunları da həll edeyim ki gələnə kimi daha çox uzanıb qırılmasın. Çiçəklər belə açır. Alt yarpaqlarda xəstəlik vardı. Onları kəsmişdim. Üst yarpaqlar şükür yaxşıdır. Baxın burada da. Bunları mamam demişdi ki bakın bu bığlarını, bığı deyirdi ona da, bığlarını qır deyirdi. Çünki o qüvvəsini özünə alır demişdi. Onu qırsan daha yaxşı olar demişdi. Mən də elə eləyirəm. Xiyarlardakı baxın burada da var. Bu arkada da var. Burada balaca xiyar var. Hatta bir dənə var. Belə. Bunları bağlayacağım inşallah. Saat artıq 6'nın yarısı olur. Bunlar da uzandı. Bunları da bağlamalıyam. Açmayıb ama bunlar. Bilmirəm niyə. Ondan sonra bu da göyərtilərdən. Bu tərədir. Bunu bilirəm. Çünki tərə çox tez bitir. Amma buradan səpdiyim kişmiş ya da petruşka ola bilər. İkisindən biri. Pomidorlarım da çok uzandı. Onları da bağlayacağım. Ve burada da çiçekler açıktı. Bunlar çok geç büyüyor. Bilmirəm nədən. Yəni qutusundandı mı? Nədəndir? Çox geç büyüyor. Baxın, burada bir xiyar var. Balaca. Bilmirəm. Yaxşı böyümür xiyarlar. Bir də olanlar da çiçəklə bərabər quruyub düşür. Bilmirəm problem nədədir. Bunu onsuz da belə məşğul olmaq üçün, məşğuliyyət olsun deyə eləmişdim. Pomidorum da bu arada hələ ki çiçək falan açmayıbdı. Gözləyirəm. Yəqin ki böyüyəndən sonra açacaq. İnsanlar artıq bahçesindeki her şeyi yeyip kurtarıp, benimkiler hala yeni. Bunu da yeni görürüm bu hissəsini. Bu da yaxşıdır. Bu arada çok şükür işlerimi həll ettim. Dostum sağ olsun, onun maşınıyla gitmiştik. Hem gittim oğlumun pasportunu aldım, hem de ki Temu kargomun bir hissəsini götürə bildim. Georgian Post'un filialından gidip götürmek olurmuş. Eğer kurye artık oradan götürüp dağıtmağa çıxmayıbsa da. Bugün götürməsəm yəqin ki 1-2 günə falan ancaq çatdıracaqdı. Ya sabah ya o birisi günü. Ona göre gittim. Yani şansımı yoxlamaq istedim. Çok şükür onu götürdüm. Birazdan da Temu açılım videosu çekeceğim. Ama bir hissəsini götürə bilmədim. Telefonuma zəng çatmaya bilər. Yani ki mən çıxsam ölkədən telefonum bağlı olacaq. Ona göre qonşumun, yani Şirin'in nömrəsini verdim. Şirin götürəcək inşallah və ayın 8'i başka bir qonşum Batum'a gələcək. Batum'da olacaq ayın 8'i. Onunla orada görüşəndə o mənə verəcək orada. İnşallah. Bu arada Meliha ile görüşəcəm. Çox darıxdım onlar üçün. Balaca İnci Toşum üçün çox darıxmışam. Meliha Batum'a köçdü. Ona göre onlar Batum'da olur. Çox darıxmışam onlar üçün. Meliha mənim həqiqətən bacım kimidir. Yəni ki çox doğmam kimi onu çox sevirəm. Ürəyimdə mənim çox fərqli bir yer qazanıb o. Nəysə, duyğulanmayacağam. İndi tez vaxt keçmədən dediyim kimi o saat 6'nın yarısıdır həqiqətən. Çox az vaxt qalıb. Bu gecə saat 5'də yatmışam. İndi deyim səbəbi niyə? Dünən vlog çəkirdim. Bəlkə də bundan qabaq yükləyəcəm o vlogu, amma çox qarışıq, yarım yamalaq çəkdiyimi hiss edirəm. Amma bilmirəm nəticə nədir. Akşam sifarişim var idi. Gecə saat 1'ə qədər, əslində o qədər çox da çəkməyəcəkdi. Biraz yaylana rahat onun sifarişi hazırladım. Ondan sonra belə motifli bandanalar göstərim elə danışım. Mikrofonumu da taxdım ki səs yaxşı eşidilsin. Amma bəzən mikrofonu taxmağıma baxmayaraq tam ağzıma yaxın tutmasam səsim yenə dərindən gəlir kimi hiss edirəm. Ona görə biraz da yüksək səslə danışacağam. Əgər səs çox gəlirsə üzrlü sayın. Nəysə, nə qədər vaxtı tətilə getmədən bilirsiniz. Yəni bandana dikdim, nə bilim bir şeylər dikməyə çalışdım. Hələ də içimdə tikmək istədiyim o qədər çox şey var idi ki, amma nəysə.
Yəni çıtayı yüksəltməyək dedim. Əlimdən gəldiyincə bol-bol dikişlər elədim ki, tətildə də özüm üçün öz dikdiyim şeylərim olsun. Nəysə, bir dənə də belə örgü bandana etmək istəyirdim. Yəni keçən ildən etmək istəyirdim. Hətta keçən ili tətilə gedəndə yanımda bunun iplərini götürmüşdüm. Motifin orta hissələrini də hətta hamısını örüb yığmışdım. Sonra mümkün olmadı çünki çox yorucu keçirdi. Çox yorulurduq, gün dolu-dolu keçirdi deyə heç əlimə almaq istəmirdim. Ancaq etdiyim videoları editləməyə çalışırdım. Yuxu basırdı, həmişə yuxum gəlirdi. Keçən il bir də tətilə getmədən əvvəl çox işləmişdim. Yəni çox sifariş hazırlamışdım, çox yuxusuz qalmışdım. Bu ildə bilmirəm el olarmı, yorucu keçəcək o heç yenə də. Nəysə, keçən il o qalmışdı. Sonra heç olmasa bu il onun davamını örüm, hazırlayım deyə düşündüm. Amma bu orta hissələr ördüyüm şeyləri bu yaxınlara qədər əlimin altında idi. Sonra hara qoydum heç bilmirəm. Nəysə, hər şey dərindən anlatmağım. Yəni tam daş dövrünə qədər gedirəm ki, detaylarına qədər danışım. Nəysə, qısaca bundan birini örmək istəyirdim. Sonra gətirim bir dənə motifini yoxlayım dedim. Gecə sifariş hazırlayandan sonra bir dənə motifini ördüm. Ondan sonra dedim ki, gətirim orta qara hissələri örüm. Olmadı, bu ipləri götürərəm, tətildə davam edib hazırlayaram. Sonra bu orta hissələri də ördüm. Dedim gətirim heç olmasa örmüşkən hamısını örüm. Belə-belə nəysə, saat 5 oldu. Səhər 5-ə qədər mən bunu ördüm. Saat hardasa saat 1-2-nin yarısından 5-ə qədər bunu ördüm. Bir də gecə insan sürətli örə bilmir, yəni ki, yavaş-yavaş görə bilirsən işi. O gündüzkü qədər enerjik olmur. Nəysə, qısaca özümə bu estetik bandanayı ördüm. Buna da məni nə təşviq etdi? Mən sifarişi hazırlayarkən bir dənə bloger izləyirdim. Deyirəm axı neçə gündür düşünürdüm bunu örüm. Sonra o blogerdə də gördüm ki, o da bundan sifariş eləyib özünə ördürübdü. Dedim ki, bu bir işarətdir. Mən örməliyəm bunu. Tesadüfe bak. Yoksa bu bir işaret mi ya? Nəysə, qısaca gecə bunu ördüm. Baxın. Amma tam istədiyim effekti vermədi. İndi təbii ki, saçımı da belə bağlayasam biraz qəribə durdu. Bunun da səbəbi ola bilər ki, mənim ipim bir damcı qalındı. Qalın dediyim də normal koton ipdir. Yəni bu bandanalar bu iplə örülür. Amma 2 nömrəli kurçokla örsəm motiflər balaca olacaqdı. Amma minyon olacaqdı. Yəni ki, uşaq üçün bəlkə 2 nömrəli kurçokla örülə bilər. Mən 3 nömrəli ilə ördüm. Bunun motiflər normalda 3 nömrəli kurçokla daha yaxşı effekt verir. 3 ilə ördüm. Başımda istədiyim effekti vermədi. Bu mənim sifət quruluşumla da əlaqəli ola bilər. Amma yandan belə duruşu falan çox pot durdu. Amma götürəcəm yanımda. Yenə də bir şəkil çəkdirərəm, ən azından başımda taxaram bir gün. Əmək verdim, amma çox gözəl oldu, baxın. Dəhşət dərəcədə gözəl oldu. Nəysə, bu arada səhər yeməyinə getdiyimiz məkan çox gözəl idi. Marnoldə Superland deyə bir yerdir. Orayı çox hamı bilir. Mən də bilirdim yəni indiyə qədər. Heç getməmişdim, amma deməli səhər yeməyi menusu çox dolu-dolu, çox dadlı, təmizlik super, xidmət super. Həqiqətən Tiflisdə getdiyim bir çox məkanlardan belə daha üstdə bir şey gördük. Dekorasiyası da super. Qadınlar çox gülər üzlü idi. Həqiqətən xidmət super idi. Uşaqlar üçün oyun yeri var. Çox da uzatmayaq. Qısaca çox bəyəndim. Qiymət çox uyğun, xidmət də çox üst səviyyədə idi. Təbii ki, bizə biraz uzaqdır, amma etməyə dəyər bir yerdir. İndi isə gedib tez Temu videosunu açmalıyam. Çünki çəkməliyəm daha doğrusu Temu videosunu. Çünki oğlum gözləyir səbirlə. Mənim onu açım, içindən onun üçün nələr çıxacaq, onu çox səbirsizliklə gözləyir. Temu videosu çəkəcəm. Bəlkə də onu editləyənə qədər ikinci hissəsi də mənim əlimə gəlib çatar. Yəni qonşum gətirəcək Batuma. Onun da qalan hissəsini də orada açaram bəlkə də. Bilmirəm indi. Tez o videonu çəkim. Ondan sonra çamadan hazırlığı falan, yuyulası paltarlar var. Onları maşına atım. Sonra yəni ki, atlası şeyləri atım. Sonra qurutmaya ataq. Sonra da tez yatmaq istəyirəm. Sonrası yok. Yəni ki, yola çıxacaq bir insana görə sırf bir bandana üçün səhər 5-ə qədər niyə oturursan? Mənim bu xarakterim. Bir işi əlimə aldım mı, o işi bitirməmiş, ac da olsam, susuz da olsam, oradan qalxmıram. Bax, mənim minus xarakterlərimdən biri də budur. Çox tez canlıyam, nəticəyə tez gəlmək istəyirəm. İşi çünki əlimdən buraxdım mı, sonra o işə qayıtmağım çətin ola bilər. Bəlkə də olmayacaq. Özüm də o barədə çox yontmalı olduğum bir tərəfimdə keçirəm Temu kargomu çəkməyə. Onu çəkməmiş bir tur maşına paltar atım ki, mən onu çəkənə qədər yuyulsun. Hər cür vaxtdan istifadə etməliyik. Ondan sonra həqiqətən çamadan hazırlıqlarını bitirməliyəm. Baxın, hətta göstərim, çox böyükdür. Dəhşət dərəcədə böyükdür və ağırdır. Nəysə, getdim mən paltarları atıram və Temu videomu çəkirəm. Bu vakuumlu paketləri də öz alətinlə bərabər Temudan almışdım. Baxın, nə mükəmməl şəkildə bütün paketi vakuumlayır və çamadanda paltarlar daha az yer tutdu. Bu arada mən bu axşam tez yatmaq planlayırdım, amma təbii ki, yenə də heç bir şey çatdıra bilmədiyim üçün gecəni heç yatmadım və gecə saat 3-də yola çıxdıq. Əslində bütün paltar yığmaq, çamadanda hansı kombinlər götürürəm falan hamısını çəkmişdim, amma video çox uzun və çox mənasız olmasın deyə o hissələri kəsdim. Bu videom buraya qədər idi. Sizdən çox xahiş edirəm, kanalıma abunə olaraq mənə dəstək olun. Bir sonraki videolarda görüşərik. Hələlik.